Hər xırda şeyə görə evdə dava salırsan, mən də insanam, yoruluram. Mən dedim ki, bilirəm də nə edirəm. Belə ki, yorulursan, gözlərim aydın. Boşayıram səni vəbşə. Ay, salam əleykum. Nə olub ay xaqan, yenə nə eləmisiniz? Ay, heç nə də dava elədim. Boşandım, çıxdım evdən. Necə yəni boşandın? Necə olacaq? Dedim boşayıram səni, vəsə da boşandım da. Sən də oynanırsan ki, 3 dəfə deyəndə boşanmış sayılırsan. Sayılmır ki, necə 3 dəfə deyirsən boş. Yox, boşanmaq elə 3 dəfə deməklə olsaydı nə olacaqdı ki? Boşanmaq üçün səlahiyyətli bir dənə şəxs təlaq duası var, yəni boşanma duası, kəbinin geri oxunması. O duanı şahidlərlə birlikdə oxumalıdır. Bu təbii ki, burada başqa şərtlər də var. Xanımın mehriyyəsini vermək lazımdır. Verməmisənsə xanım sənə mehriyyəni halal eləməlidir. Eləməsə boşanmış sayılmırsan və s. Yəni bu biraz ağır prosedurdur da. Sən bunu elə 2 dəqiqə içində söz deməklə mümkün deyil bu şey. Uzun proses sonunda. Bəli, uzun proseslə. Onda barışım mən. Sən